və Azərbaycan Respublikasının ərazi Milli Qurtuluş Günü Azərbaycan xalqının talihi Rəhmətlə günlərdən biridir. Bugün təkcə tarixi hadisə Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır. Azərbaycan ilmiyanlar qocalı faciələri görməz, lakin şükür fəaliyyətlərinin qurbanı olmaz. 3-cü ildə Respublika artıq həyatın bütün sahələri böhran bürümüş, dövlət əmlakını açıq, ölkədə mənəviyyətsizlik hökm sürürdü. Hakimiyyətə gələndə ali sosial durumun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Heydər Əliyev simasında görür, dövlətçilik anlayışı, hədələrindən qorxub, gizlənib, AKP müsavat çökdüyü sonda Heydər Əliyevdən imdadı bərpa etmiş ölkənin düşdüyü ağır və dözülməz vəziyyətdən deyil. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həmin dairələri qane etmir. Ermənistanın Azərbaycana etdiyi təcavüzün 2-ci ilin 2 ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər